Yəni martın 20-si sabah deməli nə olur? Şəvvalın 1-i olur. Yəqin ki martın hardasa 19-u, 20-si 1 ay. Ona görə də yəni aprelin 20-sinə qədər vaxt var. Bu 6 günü ardıcılla tutmaq olar, daha üstün ardıcıl tutmaq. Və yaxud da ki tək-tək tutmaq olar, və yaxud da gün aşırı tutmaq olar, və yaxud da ki həftənin 1-ci, 4-cü günə salmaq olar. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həftənin 1-ci, 4-cü günü oruç tutardı. Deyər, ey arası nəyə görə tutursan? Deyərdi ki, həftənin 1-ci, 4-cü günlər əməllər Allaha qaldırılır və mən istəyirəm ki, onun içərisində oruc olsun. Başqa rivayət gəlir ki, mən deyir həftənin 1-ci gün doğulmuşam Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və 1-ci gündə əməllər Allaha qaldırılan gündür. İstəyirəm ki, içərisində oruc olsun. Çünki Allah təala sevir ki, Allahın ən çox sevdiyi ibadət nədir? Oruc ibadəti. Yəni Şəvval orucunu 1-4 də tuta bilərsən. Yəni bir ay ərzində. Deyək ki, 1 tutdun, 4 tutdun, misal üçün, və yaxud da ki, ardıcıl tutdun. Ardıcıl daha gözəldir ki, tez bitir deyə. Çünki nəyə görə? Peyğəmbərimiz buyurur ki, sallallahu əleyhi və səlləm, kim deyir, Ramazan orucunu tutarsa və 6 gündə əlavə edərsə, Şəvvaldan 1 il oruç tutmuş savab qazanır. Bu da Allahın lütfüdür ki, bir ay əziyyət çəkmirsən, oruç tutmusan, 6 gündə tut ki, Allah təala sənə 1 ilin savabını verir. Bu Allahın bir qullarına qarşı böyük bir rəhmətidir, nemətidir ki, düşünün, bu boyda yəni üzərinə savab gəlir. 6 gün.